Düşünürəm ki, Qarabağa gələn futbolçular buradan ayrılarkən əvvəlki kimi olmurlar. Dəyişirlər. Mən Qarabağa gələndə UEFA Çempionlar Liqasında iştirak etmək istəyirdim. Uşaq vaxtı bu mənim üçün bir arzu idi. Əlçatmaz bir arzu. Bugünsə burada həqiqətən inanılmaz bir şey yaşayıram. 1987-ci ildə qurulan Qarabağ, Azərbaycanın Qarabağ bölgəsindəki Ağdam şəhərində yaranıb. Klub Atlılar adlandırılır. Bu loqonun ortasında təsvir olunan iki Qarabağ atı ilə simvolizə olunur. Bu at cinsi Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Atlılar müharibə bölgəsində qaldıqları üçün 1993-cü ildə köçməyə məcbur olublar. Onlar öz evlərindən 250 kilometr uzaqda, paytaxt Bakıda məskunlaşıblar. Həm Azərbaycan kimliyini qoruyub saxlayıb, həm də xarici futbolçuların axını ilə komandanı zənginləşdirib. Mən ilk dəfə bura gələndə ölkəyə, şəhərə və mədəniyyətə valeh oldum. İnsanlar çox mehriban və qonaqpərvərdilər. Bakı mənə Parisin canlılığını xatırladır. Burada həyat üçün lazım olan hər şey var. Beynəlxalq məktəblər, müxtəlif mətbəxlərə məxsus restoranlar. Hazırda Çempionlar Liqasının ən uzun müddət çalışan baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında keçirib. 53 yaşlı mütəxəssis 2008-ci ildən bəri bu vəzifədədir. Komandada 11 il komanda mənim gəldiyimdən sonra da çempion olub və bu çempionluq onlara hər ildən ilə daha da böyümək, daha da lider olmağı göstərir. Və belə də çox vacibdir ki, futbolçuların gəlib bizim mentalitetə uyğunlaşması. Çünki istər-istəməz biraz birində Avropa mədəniyyəti, birində Afrika mədəniyyəti, birində digər mədəniyyət və gəlib bura onları belə deyək, sintez halına yaxşı bir forma gətirmək çox vacibdir.